المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. يا أيها الذين آمنوا استجيبوا لله وللرسول İzâ da'akum limâ yuhyikum. Qur'an yəni həyat. Dəqiqən həmin bu ayədə də neynədir? Necə buyurdu ki, İnnə məsəlü dünya kəməsəli ma'in ənzəlnâhu minəs-səmâ. Bizim həyatımızı təşbih elədi göydən yer üzünə nazil olan yağış dənələrinə ki, necə torpaq, zülmət torpaq su içdi və dirildi, qaranlıq zülmət torpaqdan həyata nurani bir dünyaya göz açdı. Elə deyir ki, siz də əgər Qur'andan həyat alsınız, diriləcəksiniz və illa siz də zülmət dünyada qalacaqsınız. Üçün gözəl bir dənə fürsətdir Ramazan ayı. İnsan bu ayda, birinci bu ay Peyğəmbər buyurur ki, cihad ayıdır. Bu ayda insan qəlbi ilə cihad eləyir. Qəlbi ilə cihad eləyən insan ikinci cihad ki, torpaq, yer, məkan, vətən cihadıdır. Nə qədər insan qəlbin cihad eləməyibsə, qəlbin fəth eləməyibsə, görürsən o torpaq döyüşündə də, o cihadda da insan nədir? Müvəffəq ola bilmir. Bu ayda bir dəfə denən Bismillahirrahmanirrahim elə bil ki, bir Qur'anı xətm elədin, bir Qur'an oxudun başqa digər aylarda. Allah onun savabını verir. Yaxşı, bu cür rəhmətdən əgər o insan ki, bundan bu ayda rəhmətə çatmasa, Allahın rəhmətini qazanmasa, bax ona görə Həzrəti Rəsulullah buyurdu ki, İnnə şəqiyyə mən hurimə qufranallah və adəşə. Həqiqətən bədbəxt o kəsdir ki, bu ayda Allahın rəhmətindən, bağışlanmasından məhrum qalar. Və bu qədər vasitədən, bu qədər Allahın rəhmət vasitələrindən insan istifadə eləməsin. Qardaşlar, Moskva Əhl-i İslam Cəmiyyəti sizi bütün il boyu, hər həftənin cümə günü, ya bugünkü gün bu prospekt Mira məscidində, mərkəzi məsciddə əvəz edilən şatyorda saat 18-dən dini məclislərə dəvət edir inşallah. Hər kəs vaxtınız var, buyurun gəlin, başqalarına da xəbər edir inşallah.